Bu gün biz bu suallara cavab axtarırıq. İnternet sadəcə bir texnologiyadır, yoxsa müasir dünyanın onurğa sütunu? Biz interneti sadəcə istifadə edirik, yoxsa ondan tam və geri dönülməz şəkildə asılı hala düşmüşük? İnternet artıq çoxdan sosial şəbəkədə şəkil paylaşmaq mərhələsini keçib. O, dövlətlərin, nəhəng xəstəxanaların və qlobal maliyyə sistemlərinin mərkəzi sinir sistemidir. Niyə hər şey bu qədər kövrək bir bağa bağlanıb? Çünki sürət və səmərəlilik bunu tələb eləyir. Bu gün Estoniya və Sinqapur digər ölkələrdən bir addım öndədir. Çünki onlar interneti xidmət deyil, dövlətin əsas infrastrukturu kimi qəbul ediblər. Estoniyada səs verməkdən tutmuş tibbi reseptlərin yazılmasına və vergi bəyannamələrinə qədər hər şey rəqəmsaldır. Bu, kağız üzərində gözəl görünür. Amma gəlin medalın digər üzünə baxaq. Bu qədər mərkəzləşmə böyük bir risk deyilmi? Bir gün həmin sistem çökərsə, bütöv bir dövlətin yaddaşı və funksiyası silinə bilərmi?